Salam qızlar, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Düzdür, videoya başlamaq istəməzdim. Biraz duyğusallaşmışam. Tətilə girəndə həmişə çox depressiv olurum. Bu arada ümumiyyətlə xarakter olaraq çox depressiv bir insanam. Özümdən asılı deyil. Yuxumda nəsə görmüşdüm, onsuz da ağlayaraq oyandım və ilk iş telefonda, Instada nəyəsə baxmaq oldu, reelslərə. Bir-iki mama reelsi falan qabağıma çıxdı. Bir də gördüyünüz kimi saçımı qısaltmışam. Bu arada hər ay saçımı kəsirəm. Niyə? Mən saçımı 3 dəfə ambrebalyaj elətdirmişəm və istəyirəm ki, yəni onlar getsin, artıq saçımı elə bir saç qıran salırlar. Yox, yəni bu saç rəngindən daha çox sarı rəngi yaraşdırır. Ara-ara atılmış sarı rəngi çox xoşlayıram və yaraşır da. Uşaqlıqda mama həmişə mənə deyir, uşaqlıqda yox, amma belə məktəbdə falan oxuyanda həmişə dedim, saçımı kəstir, saçımı kəstir, saçımı kəsək. Xoşum gəlmir sənin saçından. Yəqin indi mama baxacaq deyəcək, elə bir şey deməmişəm. Yox, mama deyirdi ki, saçımı kəsək, saçımı kəsək. Sonra biraz universitet vaxtı oldu, deyir, saçımın rəngini deyir, saçımın rəngini. Nə sarmadan xoşu gəlmirdi də mənim saç rəngimdən. Neysə, saçımın rəngini dəyişəndən sonra həqiqətən fərqinə vardım ki, mənə sarı saç daha çox yaraşır. Nə ilə başlayırıq? Nə ilə başlayırıq? Vakum hərəkəti ilə. Nəfəs almağa çalışırsınız, bütün nəfəsi alırsınız, amma vermirsiniz, nəfəsi vermirsiniz. Qarnınızı nəfəsi alandan sonra tamamilə içəri yığmağa çalışın. Elə bil ki, qarnınızı digər tərəfə yapışdırırsınız da, o güclə çəkməyə çalışın. 10-15 saniyə eləyin və 5-10 dəfə eləyə bilərsiniz. Bu sizə qalıb. Getdik. Qızlar, əgər arıqlamaq istəyirsinizsə, çalışın hər gün vakum hərəkətləri eləyin. Çünki bu sizin qarın əzələlərinizi işə salır. Deməli, nə götürəcəm? Yumurta götürəcəm. Fıstıq əzməsi götürəcəm. Südümüzü götürürəm. Pomidor və xiyar. Bitirdik. Deməli qızlar, məndə belə bir şəfərdən aldığım filtr qəhvə maşını var. Nə qədər? Burada qəhvəni əlavə eləməliyik. Bir qaşıq. Belə laktozsuz, laktoz free süddən istifadə edəcəm. Yağlılıqda 1.5 Azər süddəndir. Digest. Yəni həzmi daha rahatdır. Bilirsiniz də südü həzm etmək çətindir. Laktoz varsa, amma normal südləri. Amma laktoz fridirsə, əlbəttə asandır. Belə bir stakan mikrovalnovka edəcəm. Çünki digər türlü qab bulaşdırmalısan, qabı yumalısan, yana bilər. Ona görə də ən normalı mikrovalnovkadır. Qızlar, bildiyiniz kimi mən südlü qəhvə aşiqiyəm. Heç amerikano acı qəhvəni sevən deyiləm. Ona görə də həmişəki kimi yenə də südlü. Bu arada içinə protein tozu da əlavə elədim. 10 qrama yaxın. Dadlıydı. Zəncəfili doğrayıram, bir də limon suyu əlavə edirəm, şirəsi. Ən yaxşı detoks sularından biridir. Gün ərzində ödəminizi atmağa kömək edir və ödəm yığmağın qarşısını alır. Deməli qızlar, bugün çiçəklərimə də, bitkilərimə də su verəcəm, sulayacağım. Amma bildiyiniz kimi mən hər dəfə belə bitki vitaminlərindən istifadə edirəm. Xanımlar, çalışın gülün dibinə su tökməyin dibçəyə. Ümumiyyətlə dibçəyə yarım saatlıq, 1 saatlıq belə qablarda, su dolu qablarda saxlayın. Daha yaxşı suyu əmməyə çalışsın. Bütün torpaq suyu çəksin özünə. Amma siz dibinə su tökürsünüzsə, o sadəcə su axıb gedir. Bir hissə sulu qalır, bir hissə də yox. Ona görə də elə etməyin. Lazımsızdır. Belə daha yaxşıdır. Qızlar, yapraq dökümünə baxa-baxa dedi, biraz da make-up eləyim. Mən nəmləndirmişəm üzümü. Biodermanın nəmləndiricisini autodermdən istifadə eləmişəm. Birinci, qaş kənarlarını, qaşın özünü qəşəcə silirsiniz ki, yəni o yağlılıq, nəmlilik qaşda olmasın. Əgər olsa, qaş istədiyiniz kimi yuxarıya doğru yapışmayacaq. Dökümünə baxıram. Uşaqlıqda mama gibi baxırdı. Əlbəttə ki, bizdə 90'lar uşaq olaraqdan, yəqin aranızdakilərin çoxu 90'lar uşaqdır. Bizə məcbur baxırdıq. O vaxtlar fərqinə varmırdıq, nəyin düz, nəyin yanlış olduğuna qərar verə bilmirdik, sözün açığı. Amma hal-hazırda
məsələn, bəlkə 5 ildən sonra mən Yaprak dökümünə təzədən baxsam, tamam fərqli bir fikirdə olacağam. Yaş öz sözünü deyir, həyat təcrübəsi artıq öz sözünü deyir. Hər dəfə fikirlər dəyişir, həyat dəyişir, düşüncələr, qərarlar dəyişir. Ona görə də hər dəfə başqa cür hiss elətdirir. İllərdir onsuz da belə ara-ara baxıram Yaprak dökümünə, amma ilk dəfədir ki, evlənəndən sonra oturub belə adam ağıllı baxmağa başlamışam və insan o qədər çox şey dərk edir ki, və həyatın necə də korladığını. Şükür Allaha, biz onlardan olmayaq, nə də ki, mən onlardan deyiləm. Nəysə qızlar, qaşımı belə sabitlədim. İkinci olaraq keçirik L'Oreal'ın belə Infallible seriyasından 326 nömrəsini istifadə edəcəm. Belə bir fırçadan istifadə edirəm. Bir neçə dəfə sizə göstərmişəm. Üstündən sponjla da gedəcəm. Bunu sadəcə hər tərəfə belə tüklər demiş eşit dağılsın deyə istifadə edirəm. Belə. Sonra üstündən sponjla gedəcəm, amma siz buna məcbur deyilsiniz. Sizə hansı daha rahat, ondan istifadə edin. Mən konsileri çalışıram bütün üzə tətbiq edeyim. Həmişə olmasa da çox vaxtım biz universitetdə, yəni əsasda mən make-up etmirdim. 3-4-cü kursda başladım və onda da ay Allah, mənim bir qrup yoldaşım var idi, Səkinə, bilməm indi izləyir yox. O mənə həmişə deyirdi ki, niyə ancaq tonal istifadə edirsən, pis görsənir. Qız haqlıymış. Mən sonradan fərqinə vardım. O üzümü də ağappaq eləyirdim. Həqiqətən bəzən deyirik ki, insanlar nəsə deməsin, biraz qıcıq oluruq və s. Amma həqiqətən bəzi insanlara qulaq asmaq lazımdır o elə temalarda. Deyirəm, bu necə Leyla, nə qədər ağılsızdır, Allah. Yəni, bir insana neçə dəfə baxır. Mən düşünürəm ki, ümumiyyətlə, bir kişinin potensialı yoxdursa, özünü kişi kimi apara bilmirsə, bir qadına, necə deyim, başlı bir söz deyə bilmirsə, ondan heç vaxtı kişi olmaz. Ondan heç vaxtı sizə partnyor, ondan heç vaxtı sizə ər ola bilməz. Məsələn, mən həyat yoldaşımı da belə seçmişəm. Çox ağıllı, ədalətli, çox humanist, qız dərdindən ölməyən. Yəni, nə bilim, qızlarımız, mən də sizə də tövsiyə edirəm ki, əgər evlənməlisinizsə, həyatda hər şey evlənmək deyil. Həyatda nə istədiyinizi bilin, hansı tərz insanı həyatınızda görmək istəyirsiniz. Həmişə onu fikirləşin. Hər sizdən xoşu gələnə baxmayın. Bu lazım deyil. Kimsə incidə də bilərsiniz. Bəlkə mən də həyatımda bir neçə insanı incitmişəm bu barədə. Amma həyat sizindir. Siz qərar verəcəksiniz kimə baxıb, kimə baxmayacağınızı və çalışın əlinizdə olanın ən yaxşısını seçin. Şiqlamdan belə aldığım, neysə ancaq şiqlam gətirdim. O qədər make-up məhsulum olmağına baxmayaraq şiqlam gətirdim. Bu nədir? Bu konturdur, soyuq alt tonudur. Gördüyünüz kimi bir neçə dəfə videolarımda danışmışam. Üçün baxın rənglərə. Bu biraz narıncı alt tonudur, isti alt tonudur, bronzerdir, amma bu soyuq alt tonlu konturdur. Düzdür, bəziləri deyir ki, əslində necə istifadə eləməyindən asılıdır və s. Qızlar, bugün pilatesum var. Görün, neyməyəcəm. Pilatesi gedən kimi saçlarım o qədər tərliyirəm ki, saçlarım da üstünə düşür. Ona görə də gəlsə gəl yenə saçımı yumalı olacağım. Deməli, Physician formularının bu bronzerından istifadə edəcəm. Bu formula çox pigmentlidir. İsti alt ton nömrəsini almışam. Baxmaq istəyənlər mütləq mənim bronzer və əllik kolleksiyama baxsınlar. Orada bronzer və əllik tövsiyələrim var. Bir çox şey var. Baxa bilərsiniz. Bu arada şiqla məhsullarım var. Şeyindən sifariş vermişəm. Shein. Şeyindən sifariş vermişəm, yolda da gəlir. Sizin üçün 2 dənə məhsul var. Biri highlighter, çünki bir dənə izləyicim yazmışdı ki, highlighter olsa yaxşı olar. Bir dənə highlighter, bir dənə əlavə məhsul qoyuram sizə. Bir dənə də göz temperatur şiqlamdan sifariş vermişəm sizin üçün. Onu da qoyacağam və videonu təzədən çəkəcəm. Dediyim kimi 250 izləyici gələndən sonra fərqi yoxdur. Yəni o videoya baxıb gəlib ya da ki, necə olursa gəlib. İçimdən gəldi. Ona görə də birini seçəcəm o rənglərdən. Baxın. O şəkili yenə bura qoyacağım. O şortsu tapın və o şortsa yazın ki, izləyirəm və ya da izlədim, abunəyəm və s. Çünki o şortsan başqa yerlərdə yazdığım şeyləri qəbul etməyəcəm. Çünki sadəcə o şortsun altında bir-bir baxacağım. Onları adlarını qeyd edəcəm proqrama və proqram bir adamı seçəcək. Bunu hər dəfə eləməyi düşünürəm. Çünki çox məhsul alan bir insanım. Əslində çox daha məhsul verərdim, amma aldığım bir çox məhsulu istifadə etmişəm artıq. Bu etik deyil, vermək kiməsə istifadə elədiyim məhsulları və yaxud da kolleksiyama qoya bilərəmsə, kolleksiyama qoyuram. Yəni onu, məsələn, qrup məhsullarını çoxunu kolleksiyama əlavə edirəm, onu kiməsə vermirəm. Düzdür, hədiyyələşəndə filan verirəm. Çox da vermişəm, məsələn, misli məhsullarını. Ənlik olaraq Rare Beauty-nin
çiyirindən istifadə edəcəm. Bir balaca bir fırçadan istifadə edirəm. Parlalığı çox xoşuma gəlir bunun. Ona görə də belə istifadə edirəm. Bilmirəm fərqi hiss elədiniz ya yox. Bunu biraz bu hissələrə vurdum. Yuxarıya doğru apardım. Bu hissəyə vurmadım. Belə apardım. Rengi çox belə pink belə. Biraz şaftalıya da oxşur, amma çəhrayılıq da var. Bu Yves Rocher'dən almış. Sabitləyici pudradır. Göz altlarına vuracağım. Baxın belə əlavə şəkildə Temu'dan aldığım bu puflarla vururam. Çünki göz altına belə girdirmək olur. Daha birisi biraz çətindir öz pufu. Əlimizin üstündə belə birinci yayırıq, sonra vurmağa çalışırıq. Çünki biraz digər türlü çox olur. Yox, əgər istəyirsinizsə tam belə vurun. Gəlin elə onu da vurum görsədim. Baxın belə. Qismət olar qızlar. Görürəm ki, arada gəlib yazırsınız ki, bəs məndə yoxdur, make-up məndə istəyirəm, mənə verin. İnan, mənə hamıya vermək istəyirəm, amma axı bu çox da fair, yəni ədalətli olacaq, olmayacaq. Bir dənə bunu bağlayayım. Ədalətli olmayacaq, çünki mənim seçmək özümə qalsa da bacımı seçərəm, elə bir şey var, amma mən proqramla seçəcəm ki, kiməsə belə bayazlı bir fikrim olmasın, seçim və verim. Temu'dan belə bir neçə ədədli karandaşlar almışdım. Deyəsən içində 6 ədəd var. Bunlara şors çəkəcəm. Deyəsən ən qəhvəyisi budur. Bunu vuracağım. İstadağı biraz buranı qaldırırsınız. Sonra öz xəttiniz boyunca gedin. Oranı belə bir şey elədim. İçində kifayət qədər yaxşıdırlar. Xoşum gəlir bunlardan. Göstərmişdim tüm bağlamalar videomda səhv etmirəmsə. Sonra ortasına belə bir Beauty Glaze'dən Nars'tan bildiyiniz kimi belə bir üst paletim var. Bundan o qədər göstərən palet olmağına baxmayaraq bundan istifadə edəcəm. Ümumiyyətlə üst paleti gedir. Yəni üst paletində siz həm bronzer, həm kontur, həm ənli və hətta highlighter görə bilərsiniz. Bir çox üst paleti belədir. Mənim də gözüm Dior'un backstage'ində qalıb. Sözün açığı bir çox rəfiqəm Dior'un o dörtlü üst paletini alırdı. Amma mənim sevdiyim rəng açalarları deyildi deyə mən heç vaxt onu almamışdım. Vaxtimlə bu il Dior 4 fərqli növünü də çıxartdı və o qədər gözəl rəngləri var ki. Amma o qədər bircokdur ki, bir rəngi digərində istifadə eləmir deyə. İnsan istəyir ki, üçünü alsın, yəni o rənglərdə səndə olsun. İkisini çox bəyənmişəm. Birini artıq həyat yoldaşım da dedi ki, bəs bunu alaq. Birini artıq gözümə kəsdirmişəm. Yəqin ki, Black Friday'də almağı düşünürəm. Bir də ki, Parte'ın belə ikili set göstərən paletləri var və yanında 2 maskara və 2 dodaq boyası da var. Sephora'dan alacağım. Nəzərinizə çatdırım ki, siz də istəyirsinizsə alın. Sephora'dan qeydiyyatdan keçin. Hər hansısa bir kargonun Amerika adresini qeyd edin ora. Ümumiyyətlə də hər şey qeyd edin. Məsələn, mən Dynamics'dən istifadə edirəm. Siz Expargo'dan istifadə edə bilərsiniz. Mən qeydiyyatdan keçmişəm. Oradan lazım olan məhsullar olanda alıram. Çox xoşuma gəlir. Dior $54 olmalıdır. Parte'ın da o ikili paket hədiyyə seti $59. İkisinə birlikdə çox verəcəm. Bir də ki, şeydən də Rare Beauty'dən nəsə almalıyım. Bildiyiniz ki, məndə Rare Beauty'nin bir neçə məhsulu var. Ənliyi var və highlighter var. Highlighter demişkən, üzümə highlighter vurmamışam. Amma məndə toz şəklində olan ənlikləri var da, şey yoxdur. Adı nədir? Maye olanı yoxdur. Əvvəl olub, amma satmışam. Düşünmüşəm ki, mənə yaraşmır. Biraz ağ rənglədir. Bayağı bildik. Şampan tonlarını da alsaydım yenə yaxşı olardı. Amma nəyəsə görə bunu seçdim. Məncə bronzer çox vurmamışam. Deməli, Nurtud məndə belə bir maskarası var. Ondan istifadə elədim. Çox yaxşı da yuxarıya doğru edir. Amma biraz bir dənə tərəf var ki, tökülür. Gözünüzün altına bir müddətdən sonra. Və liner. Bu arada biri soruşmuşdu ki, başqa YouTuberlara baxırsınız. Əlbəttə ki, arada mən ümumiyyətlə ən çox ingilislərə baxıram YouTuber olaraqdan. Bir də bəzi tüklər var ki, çox yaxşı beauty bloggerlik, influencerlik eləyə bilirlər, YouTuberlığı eləyə bilirlər. Məsələn, onlardan biri Ojem Rujum Rimelimdəki xanımdır. Azərbaycana da bir neçə dəfə
Hətta bir neçəsinə də abunə olmuşam. İndi YouTubera dəstək olmalıdır. Düzdür, komment falan yazmıram. Yox, arada yazıram. Amma məsələn Aykaya çox baxırdım, yalan deməyəcəm. Amma bir neçə dənə fikri oldu ki, mən onları bəyənmədim. Düzdür, hər kəsin fikrini bəyənmək məcburiyyətində deyildi. Amma mən ətrafımda və yaxud da görmək istədiyim insanlar arasında onlara baxıb influenced olmaq istəmirəm. Yəni təsiri altında kiminsə olmaq istəmirəm o fikirli insanların. That's why I'm not watching that. I'm not following her. So, belə. Ya da nə bilim, bəlkə rəqib kimi görürəm. O da ola bilər. Amma açıq fikrimi deyim ki sizə. Bir neçə də fikri oldu ki, so I didn't like it. Belə. İndi toyuqların vaxtıdır. Evdə pis gündədir bu arada. Amma Qədir gəlsin, o işə salacaq Gülöşəni. Yəni bizim robot dostlarımız. Onun telefonundadır şey. Bir ara mən dedim özüm işə salım. Sonra dedim ki, mən niyə hər işi görməliyim? Başa düşmədim. Ona görə də o gəlir, lazım olan şeyləri yuxarıya qoyur stolun üstünə. Çünki Gülöşənin əlağına dolaşanda Gülöş özünü itirir. Dolaşmasın deyə o da bütün əşyaları, yerdə olanları, şkafın altında olanları qoyur stolun üstünə. Elə olanda ayağına nəsə ilişmir. Qızlar, marinadlarımı elədim. Videolarını çəkdim, amma paylaşmayacağım. Çox uzun olacaq. Sadəcə 3 marinaddan istifadə elədim. Çox dadlı olurlar. Dərilərini soyuram. Hamısını sonra deşirəm. Fərqi yoxdur. Qanad, bud, dibi bud, filə. Çox dadlı olur. Biri südlü, soğanlıdır. Həm də yağ da qatmışam. Biri soya soslu, barbekulu, yağlı. Digəri də əvvəlcə göstərdiyim limon suyu, zeytun yağı, sarımsaq, kəklik otu və bunları bir 4-5 saat saxlayıram. Məndə düzü daha çox qaldı. O qədər dadlı olur ki, yığırsınız soyuduca və istədiyiniz vaxtda istifadə edirsiniz. Tez bazar qızardırsınız. Yəni çox dadlı olur. Burada da gördüyünüz kimi dırnaq məhsullarımı yığmağa çalışıram. Çünki bir neçə gün idi divanın üstündə qalmışdı. Bilmirəm hara yığım və hər şey çox o qədər yapış olur ki, mən də çalışdım ki, yığım. Düzdür, təzədən yenidən Temudan dırnaq məhsulları sifariş vermişəm. Onlarla birlikdə hamısını sizə göstərəcəm. Bir ümumi video hazırlayacağım. Həm Temu videosu olacaq ayrı, həm də ki, birlikdə bugünə qədər nə almışam dırnaq məhsulları olaraq onları da göstərəcəm. Bir dəfə də birlikdə dırnaq eləyəcəyik. Düzdür, evdə dırnaq etmək o qədər də asan deyil. Həqiqətən çox çətin tərəfləri var və insanın biraz əl qabiliyyəti yoxdursa və çox praktika eləməyibsə, həqiqətən çox problemli anlar yaşana bilər. Amma mən çalışacağam ki, ən yaxşı üsullardan birini seçib sizinlə paylaşım. Hal-hazırda mən dırnaqlarımda olan geli sökmüşəm. Çox da xoşum gəlmir mənim dırnağımın üzərində nəsə olanda. Amma çox maraqlı bir təcrübədir. Çünki vaxtınız gedir və siz dırnaqla maraqlananda hər hansı bir probleminizi düşünmürsünüz istər-istəməz. Ona görə də bu mənim xoşuma gəlir. Evdə etməyə çalışıram. Əgər istəsəniz yazarsınız rəylərdə, birlikdə çəkərik. Qızlar, mən sponjlarımı və fırçalarımı suya qoymuşdum. Belə La Roche'un üz yuma gelini tökmüşdüm və misellar su, Watson'ın, onu istifadə eləmirəm. Amma gəldim, gördüm heç bir nəticəsi yoxdur. Mən də elə həmişəki kimi sabundan davam. Heç bir zibil çıxartmadı. Ona görə də ən təmiz üsul istəyirsinizsə sabun. Yəni en güzeli. Qızlar, pilatesə gecikirəm. Dedim elə tez bunu da hazırlayanda sizə göstərim. Birinci elə dediyim kimi bu laktozsuz sütü 200 ml əlavə eləyəcəm. Özümlə aparım. Bitirən kimi qəbul edeyim. Bir ölçəyi də bu qədər olacaq. Bu qədər. Biraz da belə qarışdırın. Düzdür, mikserlə qarışdırdım. Amma belə də qarışdıracağım. Qızlar, dedim sizə geyimimi də göstərim. Biraz belə göstərim. Yəni yan göstərəcəm ki, biraz şey çıxmasın. Mənim sadəcə bu hissəmdə, bax, burada bir artıq biləmə var. Onlar getsə digər proporsiyalarım, yəni yaxşıdır. Amma sadəcə baxın, bu hissə, bura pisdir. Bu getməlidir, yəni belə figura yaransın deyə. Ona görə də qaçırıq gecikmişəm, amma yenə də danışıram burada. Belə görürsünüz, burada da qarnım var. Nəysə gedirəm. İndi bütün saçım var idi, orada getdim.
Görürsünüz, tərin içindəydim, bir tərəfdən. Üzüm qayıb. Deməli qızlar, artıq axşamdır. Garnier'in bu misellar suyundan istifadə edirəm. Bilmirəm sizə demişəm ya yox. Mən üzümə üz yuma yağı vuranda mənim üzümdə komedonlar və nələrsə yaranır. Əlimdə çox misellar su var. Yadınızdadırsa gratisdən də almışdım. Amma ən güvəniliri hal-hazırda budur. Çünki son vaxtda çox oynadıram. Ancaq dedim ki, bu normaldır. Mən bunu istifadə edirəm. Bir Inaf'ın 2 ədəd gözaltı kremi var. İndirimə düşəndə almışdım Arzum Beauty-dən, amma qələt elədim, aldım. Çünki vaxtlar keçirdim. Ümumiyyətlə, sizə də tövsiyə eləmirəm Arzumdan nə salmağı. Bunun çox qəribə qoxusu var, ona görə bundan istifadə edəcəm. Amma kifayət qədər yaxşı nəmləndirir. Bu arada mən bu kremləri şeydə saxlayıram, soyuducuda saxlayıram. Dermatologumun belə bir verdiyi bir dərman var idi. Əsas da buralarda bəzi allergiya ola bilir. İstifadə elədiyim nəmləndirici krem budur. Siz bu videoya axıra qədər baxdınızsa, rəylərinizi gözləyirəm.